Salam hörmətli şagirdlər. Mən bu gün sizə 9 Mart keçirilən buraxılış imtahanına düşən sualları izah edəcəm. Keçək testlərimizə. Birinci sualımız belədir. Deyir ki, gözü su içməmək frazeoloji birləşməsi hansı mənaya uyğun gəlir? Deyirsən ki, mənim o oğlandan gözüm su içmədi. Yəni mən o oğlana inanmıram. Bunun da mənası olacaq inanmamaq. Deməli, gözü su içməməyin mənası olacaq inanmamaq. Ona görə də 1-də doğru cavab variantımız olacaq. C variantı 1 olacaq C. 2-yə baxaq. Deyir ki, 2-də söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Deməli, həm söz sırası pozulsun, həm də sadə və mürəkkəb isim işlənsin. Baxaq. Doğrusu qohum əqrəbənin sözləri mənim də beynimə batır. Burada söz sırası pozulmayıb, getdi. B. Bu xəbəri eşidər-eşitməz hər kəs təlaşla binanı tərk etdi. Burada deməli mürəkkəb isim yoxdur, getdi. Açıldı bayraqlar, çalındı boru, fələk göndərməmişdi bu vurhavuru. Burada isə açıldı bayraqlar, çalındı boru. Burada artıq söz sırası pozulub. Söz sırası pozulması odur ki, mübtəda və xəbər yerini dəyişir. Burada birinci xəbər gəlir, sonra mübtəda gəlir. Yəni burada səhv olmalıdır. Birinci mübtəda, axırda xəbər gəlməlidir. Burada isə xəbər önündə gəlib. Yəni burada deməli inversiya var. Söz sırası pozulub. İndi deyir sadə isim. Bayraqlar sadə isim. Boru sadə isim. Fələk sadə isim. Vurhavur mürəkkəb isim. Həm sadə isim, həm mürəkkəb isim var. Deməli cavabımız olacaq C. D-də sevgi əzəl gündən sevir baharı, baharda insanlar arzuya çatır. Burada mürəkkəb yoxdur. Y-də bəs kimə yetişəcək o bağ-bağçanın qazancı, burada da sadə yoxdur. Deməli cavabımız olacaq C variantı. 33. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Lazım şəkli və arzu şəkli. Lazım şəkli təsdiqdə işlənsə də inkarda işlənə bilmir. Səhvdir, inkarda işlənir və inkarı deyillə düzəlir. Məsələn, yazası deyil. Ona görə bir səhvdir. 2. Gələsiniz sözü bu şəkildədir. Yəni lazımdadır. Baxaq. Sözün kökü gəldi. Gəlməkdən gələ, gələsiniz. A-ə var burada. A-ə də arzu şəklidir. Lazım deyil. Deməli 2 də səhvdir. 3. Kaş anar da gəlsin. Aha. Kaş bizi burada çaşdıra bilər. Arzu ədəti olduğu üçün. Amma biz feilə baxırıq. Feilə baxanda sözün kökü gəl və sindir. Bizə demişdik, feilin başlanğıc forması üstə yerləşən deməli, feilin şəkilçisi və şəxs sonluğu. Feilin başlanğıc forması və burada şəxs sonluğu var. Bu da əmr şəklinə aiddir. Ona görə 3 olacaq əmr gedəcək. 4. İsə köməkçi sözü ilə işlənə bilmir. Doğrudur. Bu işlənə bilmir. Cümlənin feili xəbəri olur. Bəli, bu doğrudur. Hər ikisinə aiddir. Məsul növdə işlənə bilir. Bu da doğrudur. Hər ikisinə aiddir. Olacaq cavabımız 4, 5, 6. D variantı. 34. Verilmiş cümlələrdə zərfin mənaca növləri işlənmişdir. Aha. Bir qədər solğun düşüb bu, üzrü sayın. 1. Biz kəndə satanda meşədəki torağayların səsi güclə eşidilirdi. Güclə eşidilir. Necə eşidilir? Güclə. Tərzi hərəkət. Cavanşir bir qədər dincəlib yoluna davam etdi. Nə qədər dincəldi? Bir qədər dincəldi. Bu da olur kəmiyyət. Deməli, kəmiyyət var, tərzi hərəkət var. 1, 2. Doğru cavab olacaq. Kəmiyyətlə tərzi hərəkət. D variantı. 35. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Burada düşkün yazıb, düşkün yox, düzgün olur. Kokteyl yox, kokteyl olur, yoxdur. Ala yarımçıq, burada defsindən olacaq. 3-ü də səhvdir. Səhv olanlar deməli cavab A-dır. Ekspres sözü düzdür. Dumaq bitişik yazılır. Səhvdir. Kəmşirin düzdür çıxır. Monastır düzdür çıxır. Yarımfinal düzdür çıxır. Cavab variantı olacaq A. 36. Uyğunluğu müəyyən edin. İsmi birləşmədi, feili birləşib. Qəfildən səs eşidilirdi. Burada yoxdur. Düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Düşmənin niyyəti təyini söz birləşməsi olduğu üçün ismi birləşmədi. 1-ə uyğun gələcək B. Sən bunu mu deyirdin? Burada yoxdur.
Cəmil gedərkən uşaqlar yuxulu idilər. Nə zaman? Cəmil gedərkən fe'li bağlama tərkibi, fe'li bağlama tərkibi də olacaq fe'li birləşmə. 2-yə uyğun gələcəkdir. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirlər. Təşkil etmək burada sadədir, çıxır, birləşmə deyil. Amma bu sərgi sözü var. Bu sərgi hansı sərgi? Bu sərgi bu ismi birləşmədir. Yəni birinci növ təyin söz birləşməsidir. İsmi birləşmə olduğu üçün də 1-ə uyğun gələcək Y. Deməli cavabımız 1, B, Y, 2, D olacaq A variantı. Növbəti sualımıza baxaq. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmamışdır? Vaqif bu adamların çoxunu tanımıram. Vaqif bu adamların çoxunu tanımıram. Deməli burada tanımıram kimi adamların çoxunu tamamlıqdır çıxır. Yəni söz birləşməsidir, həm də tamamlıqdır çıxır. Hamı öz fikrinin doğru olduğunu inanırdı. İnanırdı kim? Hamı nəyə? Fikrinin doğru olduğuna, fikrinin doğru olduğu söz birləşməsi və tamamlıqdır çıxır. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Etiraf etdi kim? Sevil nəyi? Hər şeyi. Hər şeyi burada əvəzli idi. Söz birləşməsi deyil. Ona görə cavabımız olacaq C. Yəni burada söz birləşməsi deyil, bu əvəzli idi. Bu meyvələrin hamısını Məhəmməd Həsən əminin bağından dərmişik. Nəyi? Meyvələrin hamısını. Burada demək söz birləşməsi və tamamlıq. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzirdilər. Gəzirdilər kim? Turistlər nəyi? Haranı? Şəkilin görməli yerləri. Burada haranı sualına cavab verir. Haranı isə tamamlığın sualı olduğu üçün, həm də bu söz birləşməsi olduğu üçün bu da çıxır. Doğru cavabımız olacaq 37-də C. Cümlələrdə fərqləndirilmiş sözlər nəzərə alaraq uyğunluğu müəyyən edin. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır. Burada tərəf sözü isimdir. Yönlük hala qoşulsa olacaq qoşma, digərində isim. Burada isə isimdir. Maşın saat 2-də şərqə tərəf yol aldı. Burada isə qoşmadır. Söz qoşularaq məna çalar yaradır. 2A-ya uyğun gəlir. Qoşulub məna çalar yaradıb. Yəni qoşuma. 2A. İfadə olunan fikrə münasibət bildirir. Bu modal sözə aiddir, çıxır. Leksik mənası var. 1 uyğun gələcək C-yə. Leksik mənası var. 1 C-yə uyğun gələcək. Bu gedəcək. Bu gedəcək. C-yə uyğun gəldi 1. Yalnız qrammatik mənası var. 2-yə uyğun gələcək. 2 uyğun gələcək D-yə. 2D olduğu üçün bu getdi. Sonra cümlə özü arasında əlaqə yaradır. Bu da bağlayıcı həyətdir, getdi. Deməli 1C 2AD. 1C 2AD cavab olacaq Y variantı. 1C 2AD doğrudur. Cavab olacaq Y. 39. Uyğunluğu müəyyən edin. Mübtədanın əlavəsi. Tamamlığın əlavəsi, yer cəhvinin əlavəsi. Azərin atasına Amil dayıya məktub yazır. Kimə? Azərin atasına Amil dayıya. Tamamlığın əlavəsi. 2A. 2 gündən sonra Cavadı yeni mühəndisi nazirliyə dəvət etdilər. Kimi? Cavadı yeni mühəndislik. Bu da tamamlıqdır. Olacaq B. 2AB harada varsa onu götürdük. Bu da getdi. Bu da getdi. Bu da getdi. Bu da getdi. Cavabımız çıxdı. Avtomatik Y variantı. Sonra bizim evimiz mənzərəli bir yerdə, yəni göl qırağındadır. Burada xəbərin əlavəsidir. Xəbər yoxdur deyə çıxır. Qrupun yeni rəhbəri gənc qız görüləcək işlərdən danışdı. Kim? Qız. Rəhbəri qız. Burada mübtədanın əlavəsidir. Ona görə
uyğun gələcək bir deyə. Anar kəndə, doğma obaya. Tez-tez gəlirdi. Kəndə, haraya? Kəndə. Yer zərfliyinin əlavəsidir. Olacaq. Deməli, 3-də uyğun gələcək Y. 1A, 1D, 2AB, 3Y. Cavabımız olacaq Y variantı. 40-cı sual. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Deyir, sxemi uyğundur. Bizə səhvi deyir, tapın. Sxemi uyğundur, doğrudur. Həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə edilib. Baxaq. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Burada tabesiz əlaqəsi yoxdur, tabellik əlaqəsi var. Həmci sözü olduğu üçün. Biri var, ikincisi yoxdur. Cavabımız ona görə olacaq B. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb. Doğrudur ki, bağlayıcısı ilə bağlanıb. Baş və budaq cümlələr müəyyən şəxsidir. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, mərd oğulları doğrudur. Gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Yaşasınlar ki, nəsillər. Bu da doğrudur. Mübtəda xəbər var hər ikisində. Deməli, müəyyən şəxsi cümlə var. Həm baş, həm də budaq cümlə fe'li xəbərlidir. Qoşuldular. Nə etdilər? Qoşuldular. Fe'li xəbərdir. Yaşasınlar. Nə etsinlər? Yaşasınlar. Bu da fe'li xəbərdir. Doğru cavabımız olacaq B variantı. 40-cı sualda.